Yaxşı dostdan böyük bir neymət yoxdur. Ən böyük neymət. Adamlar dostu olsun, sevgisin bir-birindən əsirgəməsin, özü də axıra qədər. Görürsünüz nə deyir? Deyir ki, dəfn mərasiminə gedin. Dostluq bitmir bax hələ. Dəfn mərasimində 40 mömin bir nəfər haqqında desə ki, ilahi mən bunu yaxşı adam kimi tanıyıram, 40 mömin. Desə ki, mən bunu yaxşı adam kimi tanıyıram, Allah deyəcək, mən bilirdim pisliklərini. Amma siz dediniz, qəbul elədim, göz yumdum pisliklərini. Mən də yaxşı adam kimi qəbul elədim. 40 mömin desə. Dostluq o belədir. Nicət verirsən, axirət əzabından, şəhadətinlə. Şəhadət verirəm ki, mən bundan pisliyi görməmişəm. Görmüsənsə də denən ki, görməmişəm. Bu yalan sayılmır. Yəni, mən pislik saymıram onu. O mənada.